Azal təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan milli qəhrəmanlar İqor İvanoviç Kşinyakin, Aleksandr Georgiyeviç Kalyaninov və Hökümə Cəlil qızı Əliyevanın xatirələri əbədiləşdirilib. İkinci fəxri xiyabanda dəfn olunan hər üç qəhrəmana məzarüstü abidə büst qoyulub. Xatırladaq ki, Azala məxsus Bakı-Qrozno aviareysini həyata keçirən Embraer 190 tipli sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-i Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşüb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Yaralılardan Zakatala sakini Nurullah Siracov uzun müddət sonra bu ay vəfat edib.